Bismillahirrahmanirrahim. وَبَشِّرِ الصَّابِرِينَ الَّذِينَ إِذَا أَصَابَتْهُم مُّصِيبَةٌ قَالُوا إِنَّا لِلَّهِ وَإِنَّا إِلَيْهِ راجعون أولئك عليهم صلوات من ربهم ورحمة وأولئك هم المهتدون واقف مواقف المشهود وعلى آله المناع المعهود بهم نتبرأ من أعدائهم نتبرأ إلى الله تعالى. السلام على الحسين وعلى علي بن الحسين وعلى أولاد الحسين وعلى أصحاب الحسين الذين بذلوا مهجهم دون الحسين عليه السلام. İmam-ı Zamanı salavat ile yad edek. Allahümme salli ala Muhammed ve ali Muhammed belki vereceğim. Kiçik kimi, kiçik kardeşimiz kimi keçən dəfə bəzi təzəkkürlər verdim. Elhamdülillah xeyriyyəçilər, qardaşlar başlayıblar, işləyirlər. Bunların əməllərinin qəbulu üçün, dünya və axirət əhl-i beytlə məhşur olmaları üçün Muhammedə salavat işləmək. Allahümme salli ala Muhammed ve ali Muhammed belki vereceğim. Həm Peyğəmbər sallavatullahın hədislərində, həm Quran ayələrində, həm din böyüklərimizin kəlamlarında, əimmiyyətlər əleyhissalamla, onların davamçıları olan alimlərdən bizə ən çox tövsiyə olunan mövzulardan biri budur ki, ölməyi yaddan çıxartmayın. Ölümü yaddan çıxartmayın. Hətta hədislərdə var ki, adamların qəlbləri paslanır, dəmir kimi. Qəlblər pas atır. İndi o dəmirin pas atılması ilə qəlbin pas atılması rəngində, qabığında görünmür. Necə ki, paslı bıçaqla məsələn bir şeyi kəsmək olmaz ya çətin olar, paslı qəlb də adamı kamilliyə çatdırmaz ya çətinliklə çatdırır. Hədislərdə var ki, bu qəlblər pas atır. Bunun pasını təmizləməyin yollarından biri ölümü tez-tez xatırlamaqdır. Adamın öz ölümünü xatırlaması, öləcəyini xatırlaması. Məsələn, buyurublar ki, dəfn mərasimlərini ənənəvi adət kimi keçirməyin meyit namazını falan. Oradakı sözləri başa düşün nə deyilir. Allah Teala ilə söhbət edin, ibrət alın. Bu da sizin kimi idi, sizdən də güclü idi, sizdən də pullu idi, sizdən də elmli idi, sizdən də təqvalı idi, amma öldü. Elə bugün elə bir matəmə yığışmışıq ki, biraz ağıl çaşır bu hadisəni dərk eləməkdə. Necə ola bilər ki, İmam Hüseyin əleyhissalam kimi böyük bir şəxsiyyət, ağsaqqal bir imam, bir Peyğəmbərin nəvəsi, oğlu sayılən şəxs. Hamı görmüş ki, Peyğəmbərin qucağında böyüyüb. Necə oldu ki, bir dəstə adam yığışdılar, onu şəhid elədilər. Şəhid eləyəndən sonra qoydular çölün düzündə, çıxıb getdilər, başlarını kəsib apardılar.
Biz məsələn, adətən biri bizdən biraz mövqe baxımından zəif olanda, əski olanda, bizə salamı belə əyri verəndə xətrimizə dəyir ki, buna baxır. Hələ bu fəxr eləmir ki, mən bundan söhbət edir. İmam Hüseyin salamı piyanistikalar əmr elədilər, namaz qılanlar gedib öldürdülər. Keçid yaş idi. Əmr elədi. İbn Ziyad hiləcər idi, Şüreyh dünya pərəsti idi, Ömər Səd xəstə idi. Gəlib cəmaat namazı qılında sonra qətl edildi. Və 3 gün yazırlar ki, cəsədlər ortalıqda qaldı. Hələ indi gələ-gələ bir alimə qulaq asırdım, dedi ki, tarixdə yazırlar ki, bir dəst adam deyil, biz keçirdik oradan, bilmirdik nə hadisə baş verir. Gördük ki, bəs xeyli adam cəsədi tökülür. Şufənin söyləyində, Kərbəlada. Baxdıq ki, bu nə olub burada görürsən, nə hadisə baş verir? Bu başsız bədənlər kimlərindir? Deyirlər, yaxınlaşmaq istəyəndə gördük ki, aslan səsi gəlir, şir nərilcəli, qaçıb gizləndik deyir. Gizləndi, yoxlamaların dalında gördük ki, aslan yaxınlaşdı. O şəhidlərin cənazəsinə yaxınlaşan kimi elə nərə çəkdi, tüklərimiz gözük oldu. Gəldi, cəsədləri qoxuluyurdu, üzün sürtürdü cəsədlərin o kəsilmiş boğazlarına. Belə, dünya budur. İmam Hüseyin Süleyman və Kərbəlaya gələndə yolda deyir ki, dünya bilirsiniz nədir? Yəhya əleyhissalam kimi bir 8 peyğəmbərin başını bir əxlaqsızın əmrinə kəsdi. Budur dünya. Ölüm, əgər kainatın ən güclü, ən ağıllı, ən alim, ən şərəfli şəxsiyyəti 63 il cəmi bu dünyada yaşadısa, bu dünyadır. Budur dünya. Bir faydası olsaydı, biraz çox yaşayardı heç olmasa. Çox yaşayan da orada Nuh əleyhissalam. Amma bu 63 il yaşayan, çox yaşayandan çox fəzilətlidir. Yəni, çətindir bizim, məsələn, mən və məni kimlərin pas tutmuş ruhlarından bunu siləsən və özvə yerdəsən beynimə ki, ölüm hər saniyə var. Ölüm hərdən gəl görsən 1-5-ini aparır. Bizdə belədir, məsələn, İraqlı zatda necə? Gündə 70, 50, 80, 100 qırıb gedirlər. Onlar elə yaşamağa yaşadır. İnsan ayrılmalıdır. Nə faydası var ölümün insana? Yəni, ölümü yad eləməyin insana nə faydası var? Bir neçə fayda yazmışam burada alimlərin sözlərindən, ayə və hədislərdən. Birincisi, ölümü tez-tez xatırlayan adamın bəsirəti düzgün işləyər. Hadisələrə düz baxar. Geniş şəkildə baxa bilər. Geniş şəkildə bilirsiniz nədir? Fərz elə bu kətdə birinin arası yoxdur. Toyda görür, danışmır. Yaşda görür, danışmır. Elə ki, həmin adam dünyadan köçür, görsən, bu da başını sallaşar ki, hər onun cənazəsinə. Ölüm insanın baxış buzağını genişləndirir. Baxsa bu dünyadakı sən götürdün, mənim idi, mən götürdüm, sənin idi, hara getdiyiniz gəldi. Biraz adamı deyir ki, ayılır, bunlar formal şeylər, 5 günlük, qutaracaq edəcək. Ölüm anı gələndə bunların heç bir deyib çatmır, dəyəri olmayacaq. Ölən adam üçün sən alırlar, nə fərqi var, bunun səfərinin qonşu girib, bunun səfərinə girməyib. Nə fərqi var onun? Biz bu torpaq bunu deyirik. Hamısı götürürsün. Siz görmürsünüz bir nəfər ölü giysin, oğlun yurtdan dedim ki, qonşunu qoyma səfərimi tərəf çəksin. Yox. Niyə? Çünki qutardı da. Ən-nası niyamin idamatı intəbah, cəmaat yatıb. Öləndə oyanacaqlar. Peyğəmbər buyurur, cəmaat yatıb, öləndə oyanacaqlar. Xoş adamın alına Peyğəmbər başqa həsində buyurur, mutu qəbləni təmud. Əzrail İslam gəlməmişdir, baba özü öldür, nəfsi öldür. Nəfsi öldür, özü öldür. Yəni, o halı yaşa, öləndə hansı halda olacaqsan? Necə dünya decib olmayacaq? Necə dünyanın bütün məqamlarını, pullarını, imkanlarını, vəzifələrini, şan şöhrətini sənə versələr,
Ölüm. Təsəvvür et, sənə deyirlər ki, 5 dəqiqədən sonra öləcəksən, düz 5 dəqiqədən sonra. 1 milyardda pul verirsən. 1 milyard kağız verir bilərsən. Sıratdır. Bir yer böyrünə götürür gedir. Baxarsan gülürsən. Halbuki ölümünü bilmədiyin vaxt onun qəpiyini götürən gözünü çıxardardı. Niyə? Çünki o hal başqadır, bu hal başqa. İndi deyirsən ki, falan. Əsl hal odur əslində. Hər şey fanidir. Hələ mənası bu deyil, madəm biz öləcəyik, bilmirik nə vaxt öləcəyik, hər an ölə bilərik, malımızı, mülkümüzü... Yox, Allah buyurub ki, mənim sözümə baxa-baxa yaşayın. Onda ölümdə sizə rahat olacaq, ölümdən sonra da sizə rahat olacaq. Ənkəbut surəsinin 64-cü ayəsində buyurur: وَمَا هَذِهِ الْحَيَاةُ الدُّنْيَا إِلَّا لَهْوٌ وَلَعِبٌ. Allah deyir, ha? O Allah ki, bizim hamımızın, o beynimiz fikirləşir, ha, mənim və sizin. Fikirləşirik, nəticə çıxardırıq, belə eləməyin məsləhətdir, bu düzdür, bunu eləməliyim, məsələn. O beyinlərimizi yaradan Allah deyir bunu. Beyin qabiliyyətimizə verir, o düşüncə qabiliyyəti. O buyurur ki, bu dünya həyatının yalnız bir funksiyası var. Oyundur və əyləncədir. Oyun və əyləncə. وَإِنَّ الدَّارَ الْآخِرَةَ لَهِيَ الْحَيَوَانُ لَوْ كَانُوا يَعْلَمُونَ. Həyat axirətdədir. Kaş biləydi bu zaman. Həyat axirətdədir. Alimlər qəşəng bir söz deyirlər. Buyururlar ki, bu ki ayə buyurur, dünya oyunda əyləncədir. Onda biz oynamayaq da əylənməyək. Buyurur, yox, biz uşaq kimiyik. Uşağı oynamaq lazımdır. Oynamasa sümükləri bərkiməz. Oynamasa gələcəyin o çətin məqamlarında sınavdan yaxşı çıxa bilməz. Oynamasa başı qarışmaz. Oynamasa dərdqəm onu öldürər. Bu oyun oyuncaq lazımdır. Peyğəmbərlər də bu oyun oyuncaqdan məşğul olurlar. İmamlar da. Amma ağıllı uşaq o uşaqdır ki, 1 saat, 2 saat oynasın, 5 saat oynasın, sonra geçsin dərsin olsun. Oyna, demir oynama. Amma bil ki, axşam çağı bu oyun qurtaracaq. Getməsən dərsi oxumağa, səhər dərsi edəcəksən. Bu həmişə fikrində olsun. Bu uşaq kamilləşəcək. O uşaq ki, elə istəyir 24 saat oynasın, heç dərs oxumasın. Məktəbə də göndərirsən oynayır, məscidə də göndərirsən oynayır. O uşaq böyüməyəcək. Elə qalacaq orada. Bu oyun oyuncağın bir başqa xasiyyəti də var, qardaşlar. Bax, istənilən oyun oyuncağı fikirləşin, uşaqlar gedib oynayırlar, cavanlaşmasın, futbol oynayırlar. Elə bilirlər ki, biz oyunu qurtardıq. Oyun adamı qurtarır. Axşam evə gələndə nə günə qalır o? Yorğun, arğın, girib biz duş alır, xurd yatırır deyə sabah, sübh namazını qəza verir, zordur rəyə. Çox oynayanda belə olur. Oyun adamı yorur, enerjisini alır, özünü bırakır. Yox, oyun istirahət məqsədi ilə olacaqsa, əyləncə məqsədi olacaqsa yaxşıdır. Bu dünya da oyun oyuncaqdır. Əgər bu dünya bizim cismimizin qidası məqsədi ilə olacaqsa, gözəldir, əladır. Laf milyardın olsun, əladır. Milyardın var, elə xərcləyirsən Allah yolunda. İmamların əlinə az pul gəlmirdi ki. Siz bütün imamlara əli ilə İslamları ölçməyin. İndi bilmirəm bu hədislər nə dərəcədə düzgündür. İmam Hüseyin Əsəlamdan hədis nəql olunur ki, bir dəfə İmam Hüseyin Əsəlam idi, Abdullah ibn Cəfər idi. Bəzi rəvayətlərə görə 3-cü şəxs Səid ibn As idi, Mədinənin valisi. Bəzi rəvayətlərə görə başqa birisi idi. Gedirdilər, Məkkəni ziyarət edib, qaydanda səhrada bunları yağış tutdu. Ərəbistanda heç yağış yağmırlar, yağanda da pis yağır. Gözdə Kəbəni sel tutur, qalxır nesə divara qədər, daşa qədər. Bunlar özlərinin yağışdan qorumaq üçün yer axtarırlar, gözdə bir çadır var. Qapısını döyürdülər çadırın, məsələn, səslədilər, zıngırov səsi nə idi? Çıxdı kişi, gördük, 3 nəfər gəldi. Xahiş edildilər ki, biz yağışdan qoruyla bizi. Bəzi rəvayətlərə görə yağış bitənə qədər qaldılar orada, bəzi rəvayətlərə görə 3 gün qaldılar orada, 3 gün vəziyyət çətin oldu. Bu kişi də götürdü, bunlar üçün bir dənə qoyun kəsdi, bunlara şərait yaratdı, yemək verdi filan.
Bunlar gedəndə dedilər ki, bir kağız ver bizə. Dedi, mən də kağızı qılmaz, mən tərkəm adamam. Dedi, yaxşı bir şey ver, onun üzərində bir şey yazaq. Məsələn, dəri idi, nədir, yazdılar öz adlarını ki, biz filan kəslər. Bir müddət keçdi, bu kişi müflisləşdi. Gəldi Mədiniyə, bu kağız göstərdikdə, sən bir adam tanırsan. Bunların biri Hüseyin ibn Əli idi. Əlinin oğlu, bizim imamımız, ağamız. Bu qədər əziz idi ya İmam Hüseyin əslində. Biz İmam Hüseyini Kərbəlada o yerə düşən başlı bədən kimi tanımayın. Bu qədər əziz idi. Biri Abdullah ibn Cəfərdir, Əliyin müşrəkənidir. Biri Mədinənin valisidir və s. Bu gəldi bir-birlərlə görüşməyə. Orada da ki, İmam Hüseyin Əsəlam buna bir sürü verdi, bir çobanla. Varid edilirdi. Abdullah ibn Cəfər də hakeza, Səid ibn As da hakeza. Yəni, İmam Hüseyin Əsəlam və digər imamların imkanlı olanları da var idi. Amma özlərində saxlandı, özləri ondan yemirdilər. Özləri otururdular, harada bir kasıb-küsub tapırdılar, yoxsul tapırdılar, çarəsi tapırdılar, oturub o ilə yemək yeyirdilər, quru çörəyi, sonra apardılar onun imkanını eləyirlər, şərait verir. Bunların ömrü belə keçirdi. Bunlar olmuşdular xeyriyyə insanları. Bunlar xeyriyyə ötürücüləri idilər, buradan gəlirdi, buradan verirdilər, buradan gəlirdi, buradan verirdilər, özləriniz saxlanırdı. O Hüseyin ki, birinə bir sürü bağışlayırdı o Hüseynin, suyu olmadı körpəsini vermək. Suzdan yandı körpəsini. Gələk, dünya budur. İmkanlı olsun, olmasın, hər halda bil ki, oyun oyuncaqdır. Sənə çox oyuncaq verilibsə, ehtiyatda ol. Şeytan başı qarışdırmaz. Kimə az oyuncaq verilibsə, bu biraz xoşbəxtlikdən olsun. İstəsən də başı qarışdırma imkanım yox. Ona ki, çox oyuncaq verilib, o biraz daha çox ibadət eləməlidir ki, hərə baxır oyuncaqdır, sağ oyuncaq, sol oyuncaq, hərə baxır oyuncaq, hərə baxır oyuncaq. Bu pisdir ya, çox yaxşıdır. Hə, oyuncaqların hamısının öhdəsindən gələn üçün yaxşıdır. O ki, öhdəsindən gələ bilmir, elə ürəyi qalıb o qızıl tapan filmlərdə baxmışsınız da, insan düşür qızının içində, bilmir, hansını götürəcək, heç birini də götürə bilmir. Elə bir vəziyyətə düşür, oyuncağın bolluğu da yaxşıdır, oyuncaqdan ehtiyatlı olmalıdır. Rum surəsinin 7-ci ayəsində buyurur ki, يَعْلَمُونَ ظَاهِرًا مِنَ الْحَيَاتِ الدُّنْيَا وَهُمْ عَنِ الْآخِرَةِ هُمْ غَافِلُونَ. Mən bu ayənin izahını verə bilməyəcəm, çünki evdə oturdum, fikirləşdim ki, bunu mən hardan başlayayım izah eləməyə. Gördüm, özüm zorla həzm edirəm, çox dərinlikdədir beynimdə. Çatdırmağım çətin olacaq, baxın. Biz niyə hamımız dünya malı üçün əlləşirik? Dünya malı deyəndə tək pul nəzərdə tutmuram. Yəni bizim xüsusi geyimlərimiz, xüsusi imizlərimiz, xüsusi mövqeyi axtarmalarımız, xüsusi arzularımız, haradasa istəyimiz də var ki, bu dünyada olsun da hər şey. Hər şey burada olsun. Məsələn, deyəndə cənnət, nə olacaq ki? Hər şeyim var, nə? Kimin xəbəri varsa hər şeyim, kimin yanışanbazlığı edebiləcək? Mənim var, kimsən, hamısı böyümündür. Heç bir də belə şeylər dəyər hesab edəm, neyim edirsən? Fikirləşirik ki, bu dünyada olsun da, o dünyanın hissiyədir məsələn. Çox şey gəldi ağlımıza, şeytan bir noktadan çıxır ki, biz fikirləşmirik. Allah buyurur ki, يَعْلَمُونَ ظَاهِرًا مِنَ الْحَيَاتِ الدُّنْيَا وَهُمْ عَنِ الْآخِرَةِ هُمْ غَافِلُونَ. Bu insanlar ancaq dünyanın zahirindən agahdılar. Bu dünya həyatından zahiri bir şey başa düşürlər, vəssalam. Gördüklərini. Zahir yəni görüntü. Görüntülər görürlər. Ahirətdən qəflətdədirlər. Yuxarıdakı ayət deyir ki, وَاِنَّ الدَّارَ الْآخِرَ لَهَيَ الْحَيَوَانِ. Həyat ahirətdədir. Gəlin belə danışaq. Bəlkə doğrudan Allah Teala bu dünyanın daha böyük, amma elə bu formada. Günahlar yox tərkibində, bütün münasibətlər var, yaradıb bizim. Məsələn, necə? Məsələn, sizdən hər hansı birinizə, balaca məsələn bir dənə xammer verələr yalandan, gözündə böyük görsənir. Gələ bir dənə 06 verələr, həqiqətən hansını götürür oradan? Allah deyir ki, sizin gördükləriniz həm sizə elə gəlir ki, qəşəngdir,
həm də sizin olmayacaq. Əli Əleyhisselam buyurur ki, ey insan, dünya sənə qalmayacaq. Əgər dünya sənə qalsa da, sən dünyaya qalmayacaqsan. Bu günahlara ki, ürəyi xoş eləmirsən, bu sənin deyil. İndi elədin, günah üçün şərait yaratın, istədiyin kefi görürsən, 5 gün, 50 il. Sonra görürsən ki, soruşun o yaşlı vəzifələrdən, necə oldu? Bir göz qırpımında gəldi keçdi. Belə. Devrimdə satdıra bilməyəcək. Ahirət aləmi, bu dünya belə fikirləşək. Ahirət aləminin minimal forması. Minimal forması bizim bu dünyamızda arzuladığımız dünyəvi həyatın, ideal dünyəvi həyatın. Bu zəhmət çəkir, heç nə əlimizə gəlir, o heç. İllər zəhmət çəkirsən, heç nə qazana bilmirsən, bir şey qazanırsan. Mövqe qazanmaq istəyirsən, bir şey qazanırsan, pul qazanmaq istəyirsən, bir şey qazanırsan, şöhrət qazanmaq istəyirsən, bir şey qazanırsan. Kimin istədiyi hamısı olur. Buyurur ki, ahirət həyatı və bu dünya var, bu münasibətlər filan hamısı öz yerində. Bunun milyardlarla böyük formasıdır. Bundan 50-100 onu gözlə. Bunu deyir Allah bilir. Bundan 50-100 tamam yox. Belə yaşaya-yaşaya. Acgöz olma. Evlən, acgöz olma. Ye, acgöz olma. İç, acgöz olma. Qazan, acgöz olma. Xərcdə, acgöz olma. Acgöz olma. Acgöz olmaq istəyirsən, insanların xoşbəxtliyi üçün, öz xoşbəxtliyi üçün acgöz ol. Peyğəmbər sallallahu ki. Hərisun bil müminin. Möminlərin hidayəti üçün həris idi. Tamağı var idi Peyğəmbər ki, çox adam hidayət olsun, çox adam cənnətə yetsin, çox adam yaxşı adam olsun, çox adam xoşbəxt olsun. Ağlayır insanlar düz yola gəlməyəndə ki, niyə özlərinin gözləri görə görə cəhənnəmə salırlar? Buyurur, ya'ləmunə zahirən minəl həyatı. Siz bu dünyada görüntü görürsünüz sonra. Doğrudan elədir. Və hum anil ahirəti hum qafilun. Ahirətdən qəflətdədirlər. Dünyanın içi ahirətdir. Taha surasının 72-ci ayəsində deyir ki, buyurur ki, Firon cadugərlər deyir ki, gəlin Musaya qalib, gəlin Musa Aleyhisselama, siz mənə müqərrəb olacaqsınız, yaxın olacaqsınız. Bunlar dedilər ki, yaxşı. Proses başladı, Musa Aleyhisselam bunlara qalib gəldi. Bunlar başa düşdülər, bu sehir deyil, möcüzədir, getdilər səzdəyə. Allaha iman gətirdilər. Onda Firon dedi ki, sizi bu öyrədir, bu sizin böyüyünüzdür. Sizin əlləriniz, ayaqlarınızı kəsib çarmıxa çəkəcəm. Bir dənə söz dedilər, Allah necə açırsa o klapanları, bir kişi namaz qılmayıb, bir kişi oruç tutmayıb, cadugər, bir dənə səzdəyə gedib Allah qarşısında. Birdən-birə, irfan gəlir, şuhud gəlir. Bunlar dedilər ki, İnnəmə təbbi hadiyə həyatı dünya. Bu dünyada eləməyəcəksən məhər. Öləndən sonra gəlməyəcəksən ki. Orada bizə bir şey eləməyəcəksən ki. Öylədir. Belədir. İmam Hüseyin ağana buyurdu. İnkânə dinu Muhammedin sallallahu Allahümme salli ala Muhammed Ali Muhammed Ləm yüstəqəm illə bihəddi fəyasuyu fudini. Əgər Peyğəmbərin dini mənim ölümüm olmadan dirçəlməyəcəksə qılıncdılar. Gəlin üstümə. Namcələ ağır. Gəl doğruyum mən. Dünya özü alətdir böyük adamlar üçün. Ölmək vasitədir ki, bundan da istifadə edib hədəfə çatsın. Təhrim surəsi 11-ə baxın, Həzrəti Asiyə salamlaya nə dedi? Firon bunu çarmıxa çəkib, öz arvadın ki, niyə iman gətirdin Musaya? Çarmıxa çəkib Firon onu. Çarmıq bilirsiniz də, əlləri mismarlayırlar, müxləyirlər ağaca. O, üstə gəl kimi. Çarmıxa çəkib. Əllər, ayaqlar mismarda, dar ağacından asılır. Deyir, Rəbbim nəli indəkə bəytən fil cənnə. İlahi, yanında bir dənə evtik gəlirəm. Cənnətdə bir dənə evtik gəlirəm. Budur ölüm, həqiqət görənlərin gözündə. İkinci faydası, ölüm insanda cihad və şəhadət ruhunu çoxaldır. Bu dəfələrlə ərz eləmişəm, sizin üçün danışmışam. Mübarizə çözdüyü söz beynimizdə. Şəhid mübarizə. Allah rəhmət eylesin. Ruhuna bir salavat. Allahümme salli ala Muhammed ve ali Muhammed.
ermənilər də qoyun qırağa, bu bilirdi ki, mən öləcəm də, tək başına bir dənə polkun üstünə edən, ölər də axırda. Bu, nə daxil olmuşdu bunun beyninə, ruhuna, ölüm barəsində ki, bu ölümü maniyə bilmədi. Atasına deyir ki, inşallah cənnətdə görüşər. Hara gedəcəyim bilir, mən oraya gedirəm, gələr sonra görüşər. Bu nə ruhdur? Bu ölümü xatırlayan insan, ölümü məhv olmaq bilməyən insan da batilə, nahaqqa qarşı mübarizə nə qədər istəyirsən, şəhadət nə qədər istəyirsən. Bəqərə 249-da qaləl-ləzîne yəzunnûne ennəhum mulaqullah. O adamlar ki, bilirlər Allah Teala ilə görüşəcəklər. Belə dedilər, kəm min fiyyətən qəliylə qələbət fiyyətən kətirətən bidnillah. Nə çox az dəstə var ki, Allahın izinlə çox dəstəyə qalib gəlir. Nə çox az dəstə var. İndi kimlərsə deyər ki, İmam Hüseyin İslam məğlub oldu da. Mən bütün o analizləri qoyuram bir tərəfə, təhlilləri, filanları, müzakirələri ki, İmam Hüseyin İslam dəstəsi qalib gəldi, məğlub oldu. Zahirən şəhid oldu, hamısını qırıb çatdılar, bədənlər daha çatdılar, körpələri öldürdülər, doğradılar. Amma bir dənə müsahibə alır bir nəfər Kərbəla şəhidlərindən. Yenə gəlsəydi dünyaya, gələrdi Kərbəlaya yox. Hədis var Peyğəmbər sallallahu aleyhi ve sellem, kim ölür, o tərəfdə deyirlər ki, qayıdırsan bir dəfə dünyaya. Deyir, yox. Möminlərdən. Sonra da qayıdırsan, deyir, yox. Deyir, niyə? Deyir, o ölüm anı var ona görə. O çox çətindir, ölüm anı. Şəhiddən soruşurlar, qayıdırsan, deyir, hə. Deyir, niyə? Deyir, ölüm anı var, o çox şeyin ona görə. Kərbəla şəhidləri. Onlar bunu istədilər. Diqqət edin, qardaşlar. Bir dənə bu nüansı diqqət edin. Kərbəla şəhidləri 2 yol ayrıcında deyildilər, ha? Ömər Səd 2 yol ayrıcındaydı. Bir tərəf rey mülkünün padişahlığı filan bəsməkən, bu bir tərəfdə də cəhənnəm. Kərbəla şəhidləri 2 yol ayrıcında deyildilər. Bir dənə oxuyun, Aşura axşamı İmam Hüseyin İslam'ın onlara çıxışın. Nə buyurur? Buyur, Allah sizdən razı olsun. Mən sizdən razıyım. Mən sizdən vəfalı dost görməmişim. Haqqımı halal edirəm. Beyyətimi üzərimizdən götürürəm. Bir dənə savab iş görün, uşaqlarımın əlindən tutun, aparım burada. Bunlara tək mən lazımam, sizdən işləri yox. Diqqət elədiniz, bunların bir tərəfi cəhənnəm deyildi. Bizim elə bir tərəfi cəhənnəm düz getmir cənnətə tərəf. Bunların bir tərəfi cəhənnəm deyildi. Bunların hər iki tərəfi cənnət. Bir dənə bu uşağa ki, burada qalmayın da, burada qalsınız, mən sabah desəm ki, yoxdur mənə bir kömək eləyən müsəlman, bu sözü eşitsəz, gəlməsiz köməyə cəhənnəm edəcəksiniz. Burada qalmayın, çıxın gedin, mən sizdən razıyım, Allah sizdən razı olsun. Yəni, imam demədi ki, kim qorxur gəlməsin məsələn. Yox. Mən sizdən yaxşı dost görməmişəm. Bunların hər iki tərəfi cənnət idi. Bunlar ali məqamı çəkdilər. Bu qalib gəldi. Nə məqlub olmaq? Biz olarsın ağlayırıq, çünki bizim əzizlərimiz də olar. Adamın əzizi öləndə ağlayar. Qeyrət şəhidləridir, qeyrətdə adam ağlayar. Zalimların zülmünə məruz qaldır, adam ağlayar. Amma onlar nə idi? Hür, Allah rəhmət eləsin. Döyüşür, yıxılır yerə. Bilmirəm, İmam Hüseyin İslam nə eləmişdi bunların ruhunda, nə? Yaratmışdı 5 dəqiqəni 5 günün içində. Hür! Allah rəhmət eləsin, Aşura günündə səhv eləmişsin, tövbələri qayıtdı bu tərəf. Gəldi, getdi döyüşə. Can verəndə İmam Hüseyin ağa gəlib bunun başının üstünə dayı, qılınız dəyib, yara dəyib, ox dəyib, nizə dəyib. Onlar da o zalimlar da namərtcəsindən nə gəldi vururdular da. Onların məqsədi bunları öldürmək deyildi. Kin-kidurət basmışdı qəlbləri. Vur necə gəldi. Öyle bir dəfə də vur. Gəlib, alıb başını dizinin üstünə. Utan-utana baxır, axı, əvvəl bir kəsmişdi imamın qabağını, kədilmişdi Kərbəla. Sualına bax. Yaxşı döyüşdüm ağa deyir, yazsan mənlə. Yaxşı öldüm sənin yolunda. Ölmək qalıb bir qırağa kim yaxşı öləcək? Kim daha yaxşı öləcək? Budur məqlub. Hür qalib tərəfdə, ki, qalib o tərəfə, niyə gəldi bu tərəfə? Bunlar Kərbəlanın o irfani eşq tərəflərindən bizim kimilərin naqis beyinlərindən sızan sızıntılar ki, bilmirik, məsələn, düz deyirik, səhv deyirik, bizim baxışımız belədir. Buradan baxanda görürsən ki,
Adətən adamlar belə eləmirlər də. Adamlar belə eləmirlər adətən. Bunlar qeyri-adi adamlardılar. Hamısı arifdir, hamısı övliyadır. Hamısının bəsiyyəti açıq idi. Sübut da budur ki, aşırı axşam hamısı gördü də öz məqamını. Qeyb aləmin gördülər də. 72 nəfər arif şəhid oldu Kərbəla. 72 nəfər Vəligullah şəhid oldu. Övliya. Gör o tərəfin cinayətinə boydadır, bunların məqamına boydadır. İnsanda cihad ruhun çoxaldır. İmam Səccad Əleyhisselamın duası var Səhifə-i Səccadiyyədə. Buyurur ki, 27-ci duadadır səhv eləmişəm. Sərhəddə qalan əskərlər üçün buyurur, o vaxt hələ, o vaxtın. Bizim də əskərlərimiz Allah təala canlarını sağ eləsin. Sərhəddəkilər üçün gör nə buyurur, nə dua edir, Allaha nə ərz edir. وَجْعَلِ الْجَنَّةَ نَسْبَ عَيُنِهِمْ İlahi, cənnəti daim onların gözünün qabağında saxla. Hətta la yəhumma ahadun minhum bil-idbar və la yuhaddis nəfsəhu an qirnihi bi-fərar. Qoy heç biri daim cənnət gözünün qabağında olsun, heç biri döyüşdən qaçmasın. Heç biri arixə çevirməsin. Heç biri qaçma fikrinə düşməsin. Niyə? Cənnətə getirəmir. Hara qaçır? Qabaq cənnətdir, güllə yəni. Cəhənnəm, hara qaçır? Ən azından dünya, cəhənnəmin qohumu. Hara qaçır? İlahi, cənnət olan gözün qabağında saxla daim. Növbəti xeyri, bunu da ərz edeyim. Çox yormayayım siz. Ölümü fikirləşən adam pulunu xərcləməkdən qorxmur. Baxın, İnsan surəsində Əhl-Beyt ayəsi var. Buyurur ki, Dəhr, İnsan surəsi 8-10-cu ayələr. وَيُطْعِمُونَ الطَّعَامَ عَلَى حُبِّهِ مِسْكِينًا وَيَتِيمًا وَأَسِيرًا. Yeməyi sevdikləri halda, oruçdur da iftar açmaq istəyir. Əleyhisselam borc aldı, buğda borc aldı ki, arpaya buğda. Borc aldı ki, çörək bişirsinlər, un borc aldı. İftar açmalılar, oruç tutublar. Həsən Hüseyin əleyhisselam xəstələnmişdi, nəzr edirlər, oruç tutublar. Axşamda bir nəfər gəldi, bir miskin əzizsiz gəldi. Bunlar öz yeməklərini 3 gecə yeməyə ehtiyacları olduğu halda verdilər miskinə, yetimə, əsirə. Gözəl. Nə dedilər? Dedilər, İnnəmə nut'imukum li vəcihillah. Biz sizi Allah xətrinə yeməklə təmin edirik. La nuridu minkum cəzaan və la şükura. Sizdən təşəkkür də istəmirik. Gələcəkdə əvəz eləməyinizi də istəmirik. Bəzən adam var ki, biri deyir ki, Allah səndən razı olsun, sən mənim əlimdən tutun. Rahat olma, vaxt gələr, sən də mənim əlimdən tutarsan. Deyir, yox. Nə vaxt gələr əlimdən tutarsan, nə sağ ol denən, heç bir istəmirəm. Niyə? İnnə nəxaf min Rəbbina yəvmən həbusən qəmtər elə. Biz qaşqabalı gündən qorxuruq. O dəhşətli gündən qorxuruq. O dəhşətli günə hazırlaşır. Ölüm, məad düşüncəsi insanı islah edir. Cəmiyyəti islah edir. Məad düşüncəsi insanı qoymur evində rahat yesin, qonşu acından ölsün. İmam Hüseyin əleyhissalam Kərbəlaya gələndə Hürrün qoşununa rastlaşdı. Nə qədər var idi, su verdi onlara, su ilə təmin elədi onları. Mən bilmirəm, bəlkə o sular qalsaydı, Əl-Yəsrəyə susuz oxlanmayacaq. Bəlkə. İmam Hüseyin ağa Yezdin qoşununa su verdi. Yezidin qoşunu İmam Hüseynə su vermədi. İndi məada inamın dərəcələri ilə ölçülür. Mən, sən, biz məada inanırıq, var dövlətimizin xumsunu ayırırıq, zəkatını ayırırıq. Bizdən daha təqvalı insan məada inanır, yoxsullara yardım edir, birinə iş düzəldir, xeyriyyə işlər düzəldir, məscidləri təmin edir. Daha imanlı insan özündə saxlamır imkanatı, elə verir yoxsullara, xeyriyyə işlərinə kimi, heç özü az yiyir. Daha âli insan canını qurban verir. Kərbəla şəhidləri kimi. Məvada o qədər inanır, deyir ki, bu dünyadan heç nəyi istəmirəm, heç məni də istəmirəm. Daha âli insan İmam Hüseyin əleyhissalam kimi. Canı ki, canın qurban verməyə çoxdan gözündən çıxardı. Atıb gözündən. Plancıdır ki, mən, indi ki, bu zalimlər bizi öldürmək istəyirlər,
Allah yolunda heç nəyimi saxlamayacaq. Hər şeyimi verəcək. Özdə ağlaya-ağlaya, imamətin bir məqamı var. Bir tərəfi onların irfandır, mərifətullahdır, eşqdir. Orada şəhadət olarsan, səadətdir. İnni la ərəl-məvtə illa səadə vəl həyatə mə'əz-zaliminə illa bərəman. Mən ölümü səadət bilirəm, imam buyurur. Zalimlarla eyni havanı udmağı özümə ağır bilirəm mən. İmam buyurur. Bir tərəfi də var ki, bu atada axı. Bunun körpəsi qucağında buna baxır, su istəyir. Oğlu Əli Əkbər Əleyhisselam qayıdır meydandan, deyir, ata bir qurtumsu olsaydı mı? Daha yaxşı döyüşər. Ata da axı bu. Qardaş da axı. Arvad uşaq qalıb ağlayır, rüqəyyə ağlayır axı. Bunların dərdini çəkir. İmam Zeynəl-Abidin Əleyhisselamdan rəvayət olunur ki, az qaldı dərddən ölə İmam Zeynəl-Abidin can çıxır. İmam Zeynəl-Abidin matəmindən, o əzablarından. Onu da dadır. İki tərəfli insandır bu insan. Aşura axşamı Zeynəb Kubra salamlayha ağladı, ürəyi getdi ağlamaqdan. İmam Zeynəb bir şeir dedi ki, bəs rüzgar öldürür də insanlar hamısını aparır. Məyusdur, yəni dünyadan məyusdur şeiridir, yəni ki, ölümdür. Zeynəb Kubra salamlayha dözmədi. Ağladı, ağladı. Çırpdı başına, İmam Hüseyin qucaqladı bacısını, əlin qoydu sinəsindən, qoydu ki, bacıcan, səbirli ol sən. Sən çox dözmək lazım olacaq sənə. Sən elə uzun illər dözəcəksən, karvana başlığı edəcəksən. İmam Zeynəl-Abidin İslam əmr eləyəcək, sən əməli eləyəcəksən. Çünki İmam Zeynəl-Abidin birbaşa başçılıq eləsən, öldürərlər onu, deyirlər, imamətdən bir nəfər qalır. Hələ elə biləm xəstədir. Ona görə də sən nəzarət edirsən, gəl səbrin çox olsun, şeydən səbri varmasın. Bir qardaş axı, gözmək çətindir də. İmam buyurdu ki, atam məndən yaxşı idi, anam məndən yaxşı idi, getdilər. Qardaşım məsələn məndən yaxşı idi, getdi, mən də gedəcəm, davam getməz. Xanım dedi, onu deyirəm də qardaş, mənim heç kəsim qalmadı axı səndən var. Sən də gedirsən, necə dözülmə? Nə olur, dözməlisən? Dözməlisən, sənin tapşırığın var, vəzifən var. Həzrət Zeynəb salamlayha, elə bir siz rahat idi İbn Ziyadın Yezdin şəmatətinə, tənəsinə dözmək. Bir neçə dəfə Zeynəb Kubra salamlayha çox pis vəziyyətə qaldı. Biri İbn Ziyadın məclisində idi. İbn Ziyad Zeynəl-Abidin Əslamı gördü, dedi ki, bu kimdir? Bunlar axı bir kişi xeylan saxlamırdılar, hamısını verirdiler. Gördülər ki, var biri. Bu kimdir? Sən kimsən? Dedi, mən Əli. Dedi, hansı Əli? Dedi, Hüseyin oğlu Əli. Dedi, Əliyini Kərbalada Allah öldürdü. İmam buyurdu, yox, onu cəmaat öldürdü. O mənim qardaşım idi. Buyurdu ki, o mənim qardaşım idi, mən də başqa Əliyim. Məlun İzzət qayıtdı ki, nə oldu atan elə bütün övladların adını Əli qoyub? İmam da qayıtdı ki, atam öz atasının adı ilə fəxr edirdi. Yəni, sənə kimi deyildi, atan Ziyadın adı ilə fəxr edə bilmirsən, qorxursan ki, Ziyad deməsinlər sənə. İbn Ziyad bildə hara vurur, əmirlər ki, öldürür. Onda Zeynəb Kubra salamlayha tuğyan qorxatdı. Keçdi qabağa ki, onu əvvəl məni öldürməlisin. Bilirək, imamda axı, tək qardaşoğlu söhbəti deyil. Zeynəb Kubra o qardaşoğullardan neçəsini qurban elədi Kərbalada. İmamət axı, imamət söhbəti var, bu rəhbərliyi var. Yerdən bir dildən ki, İbn Ziyadda sən qadın öldürməyə qədər əskilməmsən də, yəqin ki. İbn Ziyad gördü vəziyyət xarabdır, dayan. Bir də Yezdin məclisində. Ən çətin məqamlardan biri Yezid qayıtdı ki, bəs Zeynəb Kubraya. Gördün, Allah padişahlığı mənə verdi, sənin qardaşını zənd elə. Xanım qayıtdı ki, sənin ayən o ayə deyil ki, Allah padişahlığı verir istədiyini. Sənin ayən bu ayədir ki, Allah bəzilərindən vaxt verir cinayətlərin çoxasında, günahların, cəhənnəmlərin çoxasında. Nə dedi Yezid? Zeynəb Kubra məntiqlə susturdu onu, Yezid gördü, heç nə deyə bilmirəm. Söz qurtardı. Necə yaralıyım Zeynəb? Neyniyim ki, Zeynəb yanıb tökülsün, sussun? Əmirlədə ağanın kəsik başını gətirsin. Ağanın kəsik başını gətirdilər.
qızlar, uşaqlar hamısı gördü o mübarək başı. Rezid məlum bir xeyzəran çubuğu götürdü əlinə, başladı ağanın dodaqlarını, dişlərinə vurmağa. Zeynəb Xurranın vəziyyəti çox xarab olduğunda səhabələrdən biri durdu ayağa. Dedi ki, Rezid, bu Hüseynin başı deyil, Peyğəmbərin balası. Dedi o. Dedi, mən çox görmüşəm minbərdə Peyğəmbər bu balanı götürdü, öpürdü, qucaqlayıb, dodağını öpürdü. Sən o dodaqlara çubuq vurursan, o boğazı kəsmişsən ki, Peyğəmbər öpürdü, daim bağrına basırdı. Rezid bəzi tarixlər əsasən əmirlədi, onun da başını vurdular. Budur, bunu da yaşayıblar. Bütün bu hadisələrə rəğmən Zeynəb Kubra salamlarından soruşur məlum ki, nətər oldu Kərbala, nə gördün Kərbaladan? Durur, gözəllik. Gözəllik gördüm. Artıq o gözəlliyi, əvvəllər biz elə fikirləşirdik ki, məsələn, bunlar övliyalara da aiddir bu əhval-rüyyə. Şəhid mübarək zəhmətli ki, sübut elədi, gözəlliyi var imiş. Gözəlliyi varmış. Bir gözü yetdi ölümə. İmam Hüseyndən danışırdı, qalırdı məətəl ki, məsələn, görürsən, imam oldu, o yəqin onun vəzifəsi. Şəhid mübarək bir gözü yetdi ölümə. Gözümüzün qabağında, 21-ci əsrdə. Məad əhval-rüyyəsini yaşamaq insana ruh verir. Və sözümü o məşhur Allamənin o sözü ilə bitirmək istəyən dedilər ki, indi sənə desələr ki, bir saatdan sonra öləcəksən, nə dəyişiklik eləyərsən həyatında? Burada heç nə. Dedilər, niyə ölümdən qorxmursan? Burada ölümdən qorxduğum üçün heç nə eləmərəm. Çünki mən hər işi görməmişdən əvvəl özümə sual verirəm, bir saatdan sonra ölsəm bu işin cavabını verə biləcəm Allaha. Hər ağzımı açmazdan öncə özümə sual verirəm, bir saat sonra ölsəm bu sözün cavabını verə biləcəm Allaha. Bu mənim həyatımdır. Mən hər saniyə ölümünə yaşayıram. Allah Teala o mərifətdən bizə də nəsib eləsin. Allah Teala akibətimizi xətmi və xeyr eləsin. Mübarək və əzalı günlərdə Kərbəla şəhidlərinin dünyəvi üxrəvi şəfaətini bizdən əsirgəməsin. Məhbus qardaşlarımız üçün icazat eləsin. Məhbus torpaqlarımızı, Qarabağı, Fələstini, Suriyanı, İraqı, digər yerləri tezlikcə zülmün, küfrün, nifaqın əlindən xilas eləsin. Allah Teala xəstələrimizə şəfayı acil inayət edir. O adamlar ki, xeyir işlərlə məşğullar, Allah Teala onların əməllərini qəbul eləsin. Aqibətlərini xeyr eləsin. Allah Teala millətimizin arasında bu əmin-amanlığı bizim əlimizdən almasın. Allah Teala ibadət uzaqlarını bizim əlimizdən almasın. Allah Teala bizi dünya və ahirətdə quran və əhbiyətdən ayrı salmasın. Bu məclisləri qiyamət günü əleyhimizə yox, lehimizə şahid gəlir. İmam zamanın zuhuru üçün salavat zikir.